Salam değerli izleyiciler. Bugün 17 may 2026 il tarixində Güvən Nəşriyyatının keçirdiyi sınav imtahanı 11-ci siniflər üçün tarix fənnindən testlərin izahını sizə təqdim edirəm. Başlayaq birinci sualdan, daha doğrusu 31-ci sualdan. Tarixi şəxsiyyətlər üçün ortaq cəhəti müəyyən edin. Gürcü basqınlarına qarşı mübarizə aparmaları. Burada Özbək və üçüncü mənçöhür götürə bilərik, amma birinci Ağstanı aid edə bilmərik, çünki birinci Ağstan müttəfiq olmuşdu. Xarəzmşahlarla dostluq münasibətləri yaratmaları bu birinci Ağstana aiddir təkcə. 12-ci yüzilliyin sonlarında hökmranlıq etmələri, Atabəy Özbək 13-cü əsrin əvvəllərində 1210-1225-də hökmranlıq etmişdir. Şirvanşah 3-cü Mənçöhr isə 1120-1160-cı illərdə, yəni 12-ci əsrin sonlarına düşmür. Xarici hücumlara qarşı Gürcü çarı ilə müttəfiq olmaları, bu hər üçünün də oxşar ortaq cəhət olacaq. Belə ki, 3-cü Mənçöhr 1123-cü ildə İraq Səlcuq Sultanlığına qarşı mübarizədə 4-cü Daviddən kömək almışdı. Şah 1-ci Axstan 1175-də Slavyanların yürüşü zamanı Gürcülərdən kömək almışdı. Atabəy Özbək də Monqolların yürüşü zamanı Gürcülərlə ittifaqa girmişdi. Doğru cavab D olacaq. Səlcuq qoşunları üzərində qələbə qazanmaları bu 3-cü Mənçöhrə aid olacaq. Qalanlarına aid deyil. Kiçik Qaynarca sülh müqaviləsinin imzalanmasını zəruri edən səbəblər. 1774-cü ildə imzalanıbdır bu müqavilə. Avropa dövlətlərinin Rusiyaya təzyiq göstərməsi doğrudur. Prut çayı sahilində Rus qoşunlarının mühasirəsi bu 1711-ci ildə aid deyil. Rusiyanın daxilində kəndli çıxışlarının baş verməsi, bəli, 1773-cü ildə kəndli çıxışlar olmuşdu Pugaçovun başçılığı ilə. Düzdür, üsyançının adı verilmiş kitablarda, amma yəni baş vermişdi belə bir üsyan. Birinci Pyotrun İsveçlə yenidən müharibəyə hazırlaşması, birinci Pyotrun da hakimiyyət illəri 1682-dən 1725-ə qədər olmuşdu. İsveçlə yenidən müharibə təhlükəsinə qarşı Pyotr özü 1722-ci ildə Azərbaycan yürüşünü özü dayandırıb geri qayıtmışdı. Amma ordusu Azərbaycana daxil olmuşdu. 1-3 olacaq doğru cavab C bəndi. 33-cü sual. Qəzalara aid uyğunluğu müəyyən edək. Qəzalar məsələsinə diqqət etmək lazımdır. Bu DİM-in də qəbul imtahanında, MİQ imtahanında, həmçinin Güvənin də bu imtahanda işlətdiyi, belə deyək, xırda çaşdırıcı məsələlərdir. Belə ki, qəzalar Azərbaycanda 1840-cı ildə yaradılır. Onlara diqqət etmək lazımdır. Məsələn, Mir Həsən xanın başçılığı ilə müstəmləkəçilik əleyhinə üsyanlar, uşaqlar dərhal Lənkəranı götürürlər. Amma bu üsyan 1831-ci ildə baş vermişdi. Həmin dövrdə Rusiyada əyalətlər idi. Yəni 1826-cı ildə Lənkəran xanlığı ləğv edilir və əyalətlərə çevrilmişdi xanlıqların çoxusu. Ona görə bu anı biz birə aid edə bilməyəcəyik. İlk pambıq təmizləmə zavodunun işə salınması 1882-də Naxçıvana aiddir. Qalakənd su elektrik stansiyasının inşa olunması bu 19-20-ci əsrin əvvəlləridir və Qalakənd Gədəbəydə, o da Yelizavetpol ərazisinə düşür. C olacaq 2-də. 19-cu yüzilliyin 90-cı illərində məhdud səlahiyyətli şəhər özünün idarəsi tətbiq edilmişdi. Burada Lənkəranı biz qeyd edə bilərik. Qubada, Şəkidə, Şirvanda həyata keçirilmişdi məhdud şəhər islahatı. Ələkbər bəy Rəfibəylinin rəhbərliyi ilə Qeyrət Partiyasının yaradılması 1905-ci ildə, bu da Yelizavetpola aid olacaq, Gəncəyə. 1-ə Dərbənd, 1-ə D, 2-yə C, 3-ə B, cavab D bəndi olacaq.
Neolit dövründə əhalinin oturaq həyata keçməsinə səbəb oldu. Bu əkinçiliyin yaranması məsələsi var idi. Əkinçiliyin genişlənməsi. Cavab burada D. Tox əkinçiliyinin yaranması ilə əkinçilik genişlənir və nəticədə əhali əkdiyi əraziləri tərk eləmirlər, oturaq həyata keçirlər, həmin bölgədə qalmağa, yaşamağa başlayırlar. İlkin şəhər mərkəzlərinin formalaşması bu Orta Tunc dövrünə aiddir. Orta Tunc dövrünə. İnsanların qan qohumluğu əsasında birləşməsi üst paleolitdə qəbilənin yaranması ilə, qədim şərq ölkələri ilə ticarət əlaqələrinin genişlənməsi son Tunca aiddir. Dairəvi yaşayış evlərinin inşa olunması Eneolitə aiddir. Hülakü xanın Ağqoyunlu Rüstəm padşahla oxşar, Qaraqoyunlu Cahanşahdan fərqli cəhətini müəyyən edək. Klassik feodalizm dövründə hökmranlıq etmələri. Klassik feodalizm 11-15-ci əsrlərdir. Hər üç hökmdara da aid olacaq. Bu dövrdə hökmranlıq ediblər. Yerli oturaq feodallarının himayə olunması. Hülakü xan yerli oturaq feodallara yox, köçmə Monqol əyanlarına arxain idi. Onlar tərəfindən himayə edilirdi. Onları himayə edirdi. Oğuz Türkmen boylarına mənsub olması bu Rüstəmlə Cahanşaha aiddir, Hülaküyə aid deyil. Sənətkarlardan tamğa vergisinin toplanılması, Monqollardan başlayır bu. Qaraqoyunlu, Ağqoyunlu hamısını əhatə edir, ta ki Şah 1-ci Təhmasibə qədər. Yəni üçünə də aid olacaq. Hərbi köçmə əyanları arxalanmaları, Hülakü xan, Ağqoyunlu, Rüstəm padşah hər ikisi də hərbi köçmə əyanlara arxalanıbdır. Cahanşah isə bu siyasətdən əl çəkir. Cavab Y bəndini götürəcəyik. 36-cı sual. Səbəb-nəticə əlaqələrinin doğru verilənləri tapmalıyıq. Münhendə faşistlərin qiyam qaldırması Hindenburqun xalqı və növbəti dövləti müdafiə etmək adlı fərmanı imzalamağı məcbur etməsi bu səhvdir. 6 günlük həmin vaxtda Hindenburq prezident deyildi. 6 günlük müharibənin İsrailin qələbəsi ilə başa çatması bu 1967-dir. Camp Daviddə Misir-İsrail sazişi isə 1978-dir. Yəni bu saziş ondan əlaqəsi yoxdur. Hələ bundan sonra 73-də bir dənə də döyüş baş verir. Yom Kippur döyüşü deyilir bu döyüşə, müharibəyə 73-cü ildə. Ondan sonra Misir-İsrail sazişi imzalanır. Bu da səhvdir. Türkiyənin BMT-yə üzv olmaq istəməsi Türk qoşunların Koreya müharibəsində iştirakı. Koreya müharibəsi deyildi. İkinci Dünya müharibəsində 1945-ci ildə Almaniya və Yaponiya müharibə elan etməsi ilə baş tutmuşdu BMT-yə daxil olması. Koreya müharibəsində iştirakı isə NATO-ya daxil olmasına kömək etmişdi 1952-ci ildə. Böyük böhranın başlanması 1929. Hoover hökumətinin yoxsulluğu aradan qaldırmaq planının uğursuz olması bu doğrudur. Götürəcəyik. Mülkədarların öz hakimiyyət və mülklərindən imtina etməməsi Sovet Rusiyasında vətəndaş müharibəsinin başlanması 1918-ci ildə başlayır, 20-ci ilə qədər davam etmişdi. Bəli, mülkədarlar və Çar ordusu tərəfindən Ağ qvardiyaçılarla Bolşeviklər arasında gedən, qırmızılar arasında gedən müharibədir. Rusiyada vətəndaş müharibəsi. 3-4 cavab Y bəndi. Mudros barışığının AXC ilə bağlı maddəsinə görə Topçubaşovun Osmanlı dövlətinə etiraz etməsinin səbəbi. Mudros barışığı 1918-ci ilin oktyabrın sonlarında imzalanmışdı və bu müqaviləyə görə Osmanlı qoşunları xaricdən, o cümlədən Azərbaycandan qoşunlarını geri çəkməli idi, məğlub olduğunu etiraf edirdi və qoşunlarını geri çəkirdi. Əvəzində Azərbaycana İngilis qoşunları daxil olmalı idi. Azərbaycan hökuməti də buna qarşı çıxır. Böyük Britaniya işğal zonasına daxil olmasına qarşı çıxırdı, etiraz edirdi. Cavab C bəndi olacaq. 38. 14-cü yüzilin ikinci rübündə Hülakülər dövlətinin siyasi vəziyyəti üçün xarakterikdir. İkinci rüb deyəndə 1326-dan 1350-yə qədər olan tarix, yəni ikinci 25 illik tarix nəzərdə tutulur.
Baxaq, Əmir Çobanın Xorasanda baş vermiş qiyamı yatırması. Bu 1318-ci ildədir. 2-ci rübə düşmür. Qızıl Ordu qoşunlarının hücumuna qarşı mübarizə aparılması. Qızıl Ordunun hücumları çoxdur. Baxırıq, 2-ci rübə yürüş olubmu? Bəli, 1335-ci ildə Əbu Səid Özbək xanın qoşunlarını məğlub etmişdi. Bunu götürə bilərik. Təbrizdə Çobanilərin zülmünə qarşı üsyanın baş verməsi 1344-də baş vermişdi bu üsyan. Bu da düşür 2-ci rübə. Elxani dövlətinin varlığına son qoyulması 1357, bu 3-cü rübə düşür. Bunu götürməyəcəyik. 2-3 cavab Y bəndi. Xəritədə nömrələnmiş dövlətlərdən hansına aid xüsusiyyət verilməmişdir? Avropa İqtisadi Birliyinə üzv olması. Avropa İqtisadi Birliyinə 1973-də İngiltərə üzv olubdu. AFR, Almaniya Federativ Respublikası 3-də yerləşir, üzv olubdu. Fransa üzv olubdu, 5-də yerləşir. Burada Türkiyə və ADR 2-də yerləşir, Türkiyə də 4-də. Bunlar üzv olmamışdı. Digər, Marshall planına əsasən ABŞ-dən yardım alması. Yenə İngiltərə, AFR, Almaniya, Fransa və Türkiyə yardım alır. Türkiyəni də çıxırıq. ADR isə Sovet təsirində qaldığına görə bu Marshall planına imtina etməyə məcburiyyətində qalmışdı. Həmçinin Avropa İqtisadi Birliyinə daxil olmamışdı. Cavab 2 olacaq. ADR, Almaniya Demokratik Respublikası B bəndi. 40-cı sual. Atropatena hökmdarı Artabaz və Albaniya hökmdarı Oroys hər ikisində də oxşar cəhəti tapmalıyıq. Roma hücumlarına qarşı mübarizə aparmışdılar. Doğru olacaq. Artabaz eradan əvvəl 36-cı ildə Fraspa döyüşündə Roma qoşunlarını məğlub etmişdi Atropatena hökmdarı. Albaniya hökmdarı Oroys da Pompeya yürüşünə qarşı mübarizə aparmışdı. Pompey eradan əvvəl 66-cı ildə Albaniyaya yürüş eləmişdi. Digər dövlətlər Selevkilər dövlətindən asılı vəziyyətdə olmuşdu. Eyni dövrdə heç olmamışdılar bunlar. Xristianlığı dövlət dini, hələ xristianlıq onların vaxtında yaranmamışdı. Roma imperatoru ilə müttəfiqlik münasibətləri saxlamışdılar. Roma imperiyası da eradan əvvəl 27-də yaranmışdı. Bu da heç Albaniyada Oroysun hakimiyyəti dövrünə uyğun gəlmir. Və müttəfiqlik əlaqələri də heç olmayıbdı Oroysla. Sasanilərlə vuruşmada qələbə qazanmışdılar. Sasanilər dövləti də bizim eranın 226-cı ildə yaranıbdı. O dövrə düşmür. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Aşina soyuna mənsub idi Göytürklər, Qaraxanlılar. Sasanilər üzərində qələbə qazanması, Sasanilər üzərində Göytürklər qələbə qazanıb, həmçinin Axund dövləti, Axsuvar xan da qalib gəlmişdi. Hindistanın şimal-qərbinin tabe edilməsi Qəznəli Sultan Mahmudun dövrü, Samani dövlətinin ərazilərinin bölüşdürülməsi Qəznəlilərlə Qaraxanilərə aid götürə bilərik. Yerdə qalır bir dənə Uyğur xaqanlığı ki, buna aid məlumat verilməyibdir. Cavab da Y. 42. Əmir Teymurun Azərbaycan yürüşləri dövründə Əmir Teymurun yürüşlərini qeyd edək. 1386-dan başlayır. Sonuncu yürüşü də 1399-da olmuşdu. Teymurilərə qarşı mübarizə aparmışdı Cəlalilər. Bəli, 1394-cü ildə ilə Bağdad döyüşünü deyə bilərik. O dövrə düşür. Teymurla vuruşmuşdu. Məğlub olmuşlar. Əsəd döyüşü 1410-cu ildir. Bu Qaraqoyunlu ilə baş vermişdi, aid olmur. Uzun müddət Əlincə qalasını Teymurilərin hücumundan müdafiə etmişdi. Doğrudur, 1386-dan 1400-cü ilə qədər. Şirvanşahlar Kür çayı sahilində Teymurilər üzərində qələbə qazanmışdı. 1405-ci ildir. Bu Teymurun yürüşü, Teymurun ölümündən sonradır bu. Teymurilərə qələbə qazansa da Teymurun yürüşünə aid deyil. Teymuri dövləti müttəfiqinə çevrilmişdir. Doğrudur. Şirvanşah 1-ci İbrahim Qızıl Ordu və Osmanlı üzərinə yürüşlərində də iştirak etmişdi. Təbrizdə Teymurilərə qarşı baş vermiş üsyanı himayə etmişdi. Bu 1406-cı ildə
bu üsyan baş vermişdi. Həmin vaxtda artıq Teymur yox idi. A, C, B cavab B bəndi olacaq. Daha sonra baş vermişdi. İngilis qoşunların Poitiers döyüşündə qələbə qazanması 1356, Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485, Teymuri dövlətin varlığına son qoyulması 1507, Uqra görüşü 1480, Konstantinopolun xaçlılar tərəfindən qarət edilməsi 1204. Sonra deyir, sonra baş verib bunlar içərisində C. 44-cü sual. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Səlim xanın Rus qoşunlarını Şəkidən qovması nəticədə Kürəkçay müqaviləsi pozulmuşdu. 1805-ci ildə imzalanmışdı. Rus qoşunlarının Şəkini ələ keçirməsi və burada müvəqqəti idarə yaradırlar Ruslar. 1-ə C, 2-yə C, 4-ə Y cavab olacaq A bəndi. Arası kəsilməyən çıxışlar nəticəsində qorxuya düşən Şah hökuməti İnqilabçıların tələblərinə əməl etməyə məcbur oldu. 1906-cı il avqustunda Müzəffərəddin Şah konstitusiya qəbul edilməsi haqqında fərman verdi. Bizdən nəyi soruşur? Mətndə bəhs olunan hərəkat, yəni bu məşrutə hərəkatıdır. Məşrutə hərəkatı 1905 11-ci illərdə baş vermişdi. Yeni Osmanlılar da 1865-ci ildə Osmanlı dövlətində yaranmışdı bu hərəkatda. Bunlar üçün ümumi cəhətləri soruşur. Ümumi olaraq deyə bilərik ki, konstitusiyanın qəbul uğrunda mübarizə aparılması, bəli, hər ikisində də var idi. 20-ci yüzilliyin əvvəllərində Yeni Osmanlılar 19-cu əsrə düşür. Hökmdar hakimiyyətinə son qoyulması, heç birində respublika, hökmdar hakimiyyətinin ləğv edilməsi məsələləri yox idi. Hər ikisində konstitusiya və qanunverici orqanların məclisin çağırılması məsələsi var idi. Yəni bunu götürmürük, bu səhvdir. Qanunverici orqanı, hakimiyyət orqanı yaradılması məsələsi var idi. 1-4 cavab D bəndi olacaq. 45 baxdıq, 46. İkinci James Stuart'ın katolik mütləqiyyət rejiminin formalaşmasına mane olan cəhətlər. İspaniya və Fransada katolikliyin hakim olması doğrudur, çünki rəqib dövlətlər idi və onlardakı katoliklik İngilis xalqına qarşı həm də çevrilirdi. Buna görə də bunu götürəcəyik. Uzun müddətli parlamentin kralın mütləqiyyət siyasətinə qarşı çıxması, onu qeyd edək ki, 2-ci James hakimiyyətdə olubdu 1685-1688-də. Uzun müddətli parlament isə 1640-dan 53-ə qədər hakimiyyətdə olub. Yəni onun dövründən düşmür. 2-ci James'in katolikləri Anglikan kilsəsinə yüksək vəzifələrə təyin edə bilməməsi. Təyin edə bilirdi, ancaq bu digər yepiskopların, Anglikan kilsəsinin protestantlığa meyilli olan yepiskopların narazılığına səbəb olurdu. Bunu götürmürük. Torpaq sahiblərinin inqilab dövründə ələ keçirdikləri kilsə torpaqlarını itirməkdən qorxmaları doğrudur. Əhalinin dini təqiblərin bərpası ehtimalından narahat olması, bu da doğrudur. 1-4-5 cavab Y bəndi olacaq. 47-də xanlıqlar verilibdi. Gəncə, Şəki, Şamaxı. Qazax, Şəmkədil, Borçalı mahallarının azad edilməsi Şəki xanı Hacı Çələbinin dövründə baş vermişdi. 1752 Qızılqaya xəyanətindən sonra Ruslara qarşı Qurqobu döyüşündə iştirak edən Gəncə xanlığıdır. 1803-cü ildə Cavad xan. Qarabağ xanlığı ilə mübarizə aparılması hər üçünə də aid edəcəyik. Gəncə xanlığı 1780-83-cü illərdə Qarabağ və Gürcülər tərəfindən işğal edilmişdi. Şəki xanlığı Bayat savaşında 1748-də Qarabağla müharibə aparmışdı. Şamaxı xanlığı da həmçinin elə 1748 həmin savaşda Şəkinin müttəfiqi kimi 1748 Bayat savaşında iştirak etmişdi. İki hakimiyyətliyin mövcud olması burada Gəncə və Şamaxı xanlığına aid eləyəcəyik. Və qeyd etdim 1780-83 Gəncədə, 1747-dən 63-cü ilə qədər Şamaxıda olmuşdu. Ona görə hər ikisinin ortaq cəhəti 4-dür. Sonra hansı qaldı? Sərkarlar sülaləsi də Şamaxıda hakimiyyətdə olmuşdu.
B, A, Y, D, C. Cavab D bəndi. 48. 21-ci yüzillikdə Azərbaycan Respublikasının təhsil sahəsində baş vermiş yeniliklər. İlk özəl ümumi təhsil məktəbinin fəaliyyətə başlaması 2001. Ali məktəblərə əla qiymətlərlə oxuyan tələbələr üçün prezident təqaüdünün təsis edilməsi. Bu da 2001-dir. Yəni cavab bu olacaq. Tələbə qəbulu üzrə dövlət komissiyasının yaradılması 1992. Ali məktəblərin 2 pilləli təhsil sisteminə keçməsi 1993. Bakalavr və magistr pillələri ilk dəfə də 97-də magistraturaya imtahan verilmişdi. 1-2 A bəndi cavab. 49-a baxaq. İngiltərədə Böyük Azadlıqlar Xartiyasının imzalandığı ildə Monqollar 1215-ci ildə Şimali Çini işğal etmişdilər, başa çatdırmışlar, Pekini tutaraq. Rahat sualdır. Rusiyanın ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşulması ilə nəticələndi. 1722-ci ildə 1-ci Pyotrun zaman yürüşüdür. Bu, Hacı Davudun hərəkətlərini bəhanə edərək Rusiya və Osmanlının Azərbaycana müdaxiləsi. Yəni bu hansı hərəkət idi? Şamaxını ələ keçirərkən Rus tacirlərinə ziyan dəymişdi, qətlə yetirilmişdilər bəziləri. Bunu da Rusiya Azərbaycanı işğal etmək üçün bəhanə kimi istifadə etmişdi. Həmçinin Hacı Davud Osmanlıdan yardım istəmişdi, onun himayəsinə sığınmışdı. O da Osmanlı üçün də bu da bir bəhanə olmuşdu. Cavab C bəndi olacaq. Burada digər cavablar niyə olmaz? İstəyirsiniz, bəzi uşaqlar sual verə bilərlər. Ona aydınlıq gətirək. Osmanlı və Rus qoşunlarının arasında Gümrü döyüşünün baş verməsi. Bunu qeyd edə bilərik. 1807-ci ildə Gümrü döyüşü baş vermişdi. Amma qeyd etdiyimiz kimi, yəni bu hadisə 1722-dir. Rusiya ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşulması. 1807 artıq sonrakı mərhələdir. Ona görə bunu düzgün götürə bilmərik. Səfəvi Şah II Abbasın Şimali Qafqazda ruslara məxsus qalaları dağıtması. Bu 1653-dən 62-ci ilə qədər davam etmiş bir münaqişə idi, problem idi. Bu da gördüyünüz kimi Şimali Qafqaz deyir. Yəni Azərbaycan Şimali Qafqazda yox, Cənubi Qafqazda yerləşir. Bunun da Rusiyanın Azərbaycana işğalı üçün ilk cəhdi saya bilmərik. Hacı Davudun hərəkətlərini bəhanə edərək bunun dedik cavab budur. Borçalı, Pənbək, Qazax və Şəmşədli sultanlıqların Rusiyaya ilhaq edilməsi. Bu 1801-ci il Çar 1-ci Aleksandrın fərmanı ilə baş vermişdir. Bu deməli burada nə göstərilirdi? Şərqi Gürcüstan Rusiyanın daxilinə, tərkibinə daxil edilirdi və bunun da içərisində gedən Azərbaycan bu həmin bölgələri də Rusiya işğalı altına keçirdi. Bu da sonrakı dövrdür. Şah Sultan Hüseynin Rusiyaya dostluq və ticarət müqaviləsi bağlamaq təklifi göndərməsi. 1713-də bu təklif göndərilir. 17-ci ildə isə müqavilə İsfahanda imzalanır. Gördüyünüz kimi burada da müdaxilə yox, rəqabət Azərbaycan uğrunda rəqabətə qoşulma kimi biz bunu qeyd edə bilmərik. Çünki dostluq və ticarət müqaviləsi idi. 51-ci suala baxaq. Lüter Almaniyada böyük nüfuza sahib olan Saksoniya knyazlığına sığındı. Söhbət reformasiyadan gedir. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Deməli, lakin Saksoniya knyazı buna imkan vermədi. Lüteri müdafiə edir. Saksoniya knyazı Lüterin xristianların vahid liderinə. Vahid lider məsələsi səhvdir, götürə bilmərik. Çünki ayrılır burada. Protestantlıq ayrılır. Katolik parçalanır. Bu səhvdir. Lüterin başçılığı ilə kəndli müharibəsi baş vermişdir. Kəndli müharibəsinə Lüter başçılıq etmir. Thomas Münzer başçılıq edirdi. Bu da səhvdir. Saksoniya knyazı reformasiya hərəkatını himayə edirdi. Bu doğrudur. Roma papası Almaniya imperatoru ilə mübarizə aparırdı. Bunlar da mübarizə aparmırdılar, müttəfiq idilər. Səhvdir. Almaniya imperatoru Wormsda Lüterin əleyhinə qərar qəbul etmişdi. Və Katolik kilsəsi qərar qəbul etmişdi. Roma papası daha doğrusu onun tərəfindən qəbul edilmişdi. Ancaq Alman imperatoru 5-ci Karla aidiyyatı yoxdur o qərarın. Müqəddəs müqayisə cədvəlində Azərbaycan SSR-də həyata keçirilmiş iqtisadi tədbirlər ilə bağlı doğru fikirləri müəyyən edək. Azərbaycan SSR deyir, bir də iqtisadi tədbirlər deyir. Diqqətli olaq. Yeni iqtisadi siyasət, YIS dövrü, daxili ticarət azadlığı mövcud olması, YIS dövrü 1921
25-ci illərdə oldu. Daxili ticarət azadlığı olur, amma xarici ticarət Sovetlərin, dövlətin inhisarında olur. Salyan, Qaryagin, Nuxa istilik elektrik stansiyaları bu sənayeləşdirməyə aiddir. Sənayeləşdirmə 1925-də qərar verilir. Azərbaycanda 26-cı ildə həyata keçirilməyə başlanılır. SSRİ-də ilk böyük kerosin benzin zavodunun inşası doğrudur. Bakıda və Tovuzda sement zavodları da YIS dövrünə aid olacaq. Buna görə bunu götürmürük. Yeni neft mədənləri, hər ikisində də yeni neft mədənləri istifadəyə verilmişdir. Doğrudur. Bu ortaq cəhət kimi götürürük bunu. Muzlu əməkdən istifadə olunması təkcə YIS-ə aid götürəcəyik. Ona görə də doğru cavab 135 A bəndi olacaq. 53. Nisbətən yaxşı oxunmur, amma məncə oxuya bilərik. 7-ci yüzilliyin ortaları və 10-cu yüzilliyin ikinci 10 illiyində Azərbaycan tarixi üçün oxşar cəhət. Ərəb xəlifəsinin Azərbaycan torpaqlarına qoşun yeritməsi. 642 Nəhavənd Həmədan döyüşlərindən sonra 643-də Cərmidan döyüşü baş verib, 7-ci əsrin ortalarına düşür, götürə bilirik. 10-cu əsrin ikinci 10 illiyi də deyirsə, bu 917-ci ildə 643 qeyd edə bilirik. Deməli, Ərəb qoşunları ilə Sacilər hökmdarı Yusif ibn Əbi Sac arasında döyüş baş vermişdi. Sacilər qalib gəlmişdi. Yəni Azərbaycan tarixi üçün oxşar cəhətdir, bəli. Əməvilər sülaləsinə qarşı əhalinin üsyan qaldırması. Əməvilər sülaləsi 661, 750 gördüyünüz kimi heç 10-cu əsrə gedib çıxmadı. Əməvilərə qarşı üsyanda biz müsafirin üsyanı 748-də qeyd edə bilərik, 8-ci əsrə düşür. Azərbaycanın şimalında feodal dövlətlərin fəaliyyət göstərməsi. 7-ci əsrdə Albaniya idi. 10-cu əsrdə də Sacilər dövləti bütün Azərbaycanı birləşdirmişdi. Həmçinin Şirvanşahlar dövləti də var idi. Doğru olacaq. Dəbil şəhərində Ərəb əmirliyinin mərkəzinin yerləşməsi. Deməli 7-ci əsrdən 705-ci ilə qədər Dəbil şəhəri Ərəb əmirliyinin mərkəzi olub. 705-dən sonra Bərdəyə köçürülmüşdü. Yəni 10-cu əsrdə artıq biz bunu deyə bilmərik. Bu ona görə səhvdir. 1-3 cavab olacaq. Xronoloji ardıcıllıq Alman İttifaqına son qoyulması bu Prusiyanın Avstriya üzərində 1866-cı il qələbəsindən sonra olmuşdu. Şimali Alman İttifaqı yaradılır nəticədə. Fransız ordusunun Sedan ətrafında məğlub olması 1870-dir. Monro doktrinası 1823-dür. Tilsit sülhü 1807 Rusiya ilə Napolyon arasında imzalanmışdır. Xronoloji ardıcıllıq olacaq 4, 3, 1, 2. Xəritə sxem üzərində yanlış məlumatları müəyyən edin. Deməli, burada Kəlbəcər veribdir. 2020-ci ilin dekabrın 1-də ermənilər tərəfindən boşaldılaraq Azərbaycana təhvil verilmişdi. 25 noyabrda Kəlbəcər boşaldılıbdır. Bu Laçına aid olacaq. Laçın da bu ərazidə yerləşir. Deməli, bu yanlışdır. Biri götürürük. Türkiyə-Rusiya birgə monitorinq mərkəzi fəaliyyətə başlamışdı. 2021-ci ildə Ağdamda. Bu doğrudur. Doğrunu götürmürük. Azad olunması ilə ordumuzun Şuşa üzərində sürətli hücumuna əlverişli şərait yarandı. Bu Hadrutdur. Hadrut da Xocavəndin qəsəbəsi idi. Bu da doğrudur. Doğrunu götürmürük. Xocavənd ərazisi buradır. Hadrut da burada yerləşir. Buradan da Şuşa üzərinə yürüşə başlamışdılar. Qisas adlı antiterror əməliyyatı həyata keçirildi. Bu 2022-ci ildə 3-4 avqust tarixlərində bu Kəlbəcər və Laçının bu ərazilərə düşür. Kəlbəcər və Laçının yüksəkliklərində 40 Sarıbaba yüksəkliklərində baş vermişdir. Burada isə bizə Füzulini göstərir. Ona görə bu yanlışdır və yanlışı götürürük. 1-4 cavab. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında Afinada həyata keçirilmiş islahatlara aiddir. 6-cı yüzilliyin sonlarında. Borca görə qul edilən Afinalılar azad olunmuşdular. Bu 6-cı yüzilliyin əvvəllərində Solon islahatına aiddir. 594. Eradan əvvəl 6-cı yüzilliyin əvvəllərinə düşür. Xalq yığıncağına qanunları müzakirə və qəbul etmək səlahiyyəti verilmişdir. Bəli, demokratiya yaranmışdı. Xalq yığıncağı qanunları qəbul edirdi.
Əmlakından asılı olmayaraq bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdilər. Bu Solon islahatlarında 6-cı əsrin əvvəlləri xalq yığıncağı ali hakimiyyət orqanına çevrilir. Doğrudur. 2-4. Demokratiyanın yaranmasını götürürük. Cavab 2-4. 57. Uyğunluğu müəyyən edək. Herat, Əbhər, Amasya. Bağdad daxil olmaqla Ərəb, İraq, Osmanlılarda qaldı. Bunların illərini qeyd edək. 1459 Herat, Əbhər 1500'dür. Amasya 1555. Bağdad daxil olmaqla Ərəb, İraqı, Osmanlılara Amasyada verilir. 3-ə A. Ağqoyunlu dövlətinin parçalanması Əbhər sazişidir. Qaraqoyunlu və Teymuri dövlətlər arasında Herat sazişidir. Əbu Səidlə Cahanşah arasında Səfəvi Osmanlı müharibəsinin ilk mərhələsi Amasyada başa çatır. D. Ağqoyunlu şahzadələr arasında çəkmələrə son qoyuldu. Bu da Əbhər sazişi Y. 1-ə S, 2-yə B, Y, 3-ə A, D. Gələk mənbə sualına. Mənbədə Adolf Hitlerdən söhbət gedir. Böyük Britaniya, Fransa, İtaliya liderlərin iştirakı ilə Streza şəhərindəki konferansdan söhbət gedir. Efiopiya məsələsinə toxunulur, amma açıq şəkildə həll olunmadı Efiopiya məsələsi. Nəticədə Avropada mövcud sərhədlərin zorla dəyişdirilməsinə qarşı olduqlarını bildirirlər konferans iştirakçıları. Baxaq suala. Onu qeyd edək ki, 1935-ci ildə Streza konferansı keçirilmişdi. Səbəb isə 34-cü ildə Hitler Avstriya baş nazirinə sui-qəsd təşkil edərək Anşlus, yəni özünə birləşdirməyə çalışır Avstriyanı. Buna cavab olaraq bu dövlətlər birləşirlər. Mənbənin əvvəlində qeyd olunan Almaniyanın atdığı addımlar hansı müqavilənin şərtlərini pozurdu? Ümumi hərbi xidmət tətbiq edilməsi, ordunun sayının artırılması, hərbi hava qüvvələrinin yaradılacağını elan etmişdi. Gördüyümüz kimi bu 1919-cu ildə Versal müqaviləsinin pozulması demək idi. Cavab Versal müqaviləsidir. Mənbəyə və tarixi bilgilərinizə əsasən Streza konferansında İtaliya və Almaniya ilə bağlı hansı məsələlər öz həllini tapmadı? Deməli, birinci İtaliya ilə bağlı deyə bilərik ki, Efiopiya məsələsi, Efiopiyanı işğal etmək məsələsi, özünə birləşdirmək istəməsi həll edilmədi. Efiopiya məsələsi həllini tapmadı. İkinci, Almaniya ilə olan məsələ isə qeyd edə bilərik ki, Avstriyanın birləşdirilməsinə mane olur. Avstriya məsələsinə mane olur bu dövlətdə. Mənbədə verilməyən Streza konferansının qərarlarından birini yazın. Və mənbədə ümumi mövcud sərhədlərin zorla dəyişdirilməsinə qarşı olduqları bildirilsə də, konkret verilməyən məsələ Avstriyanın ərazi bütövlüyünə təminat verilməsi məsələsi idi. Avstriyanın ərazi bütövlüyünə təminat məsələsi var idi ki, bu konferans iştirakçıları dövlətləri öz öhdələrinə götürürlər. Yəni Avstriyanın qorunacağı məsələsi. Bu qədər dəyərli izləyicilər, ümid edirəm faydalı olmuşdur. Sağ olun, növbəti izahlarda görüşərik. Bu arada bəzi uşaqlar artıq gələn həftə imtahana gedəcəklər. 3-cü qruplar, 2-ci qruplar. Hamısına da uğurlar arzulayıram. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz. Sağ olun.